Həyatlarının bir hissəsini Əlvənddə yaşayan və bəzi vaxtlarda xanlığı elə buradan idarə edən Şamaxı xanları və onların ailə üzvləri Əlvənd bəyləri ilə qohum olmuşdular. Əlvənd bəyləri ilə qohum olan xan ailə üzvlərinin bəziləri Əlvənddə yaşamışdılar. Şamaxı xanı Mustafa xan 1810-cu ildə Əlvənd Məliki Mahmud bəyin qızı Kiçkinə xanımla ailə qurmuşdur. Onların Sara bəyim adlı bir qızları anadan olmuşdur. Kiçkinə xanım Məlik qızı adı ilə də tanınırdı. Bəzi mənbələr Kiçkinə xanım haqqında məlumatlar verirlər və yanlış olaraq əsl adının Güləndam xanım olduğunu yazırlar. Məlik qızı Mustafa xanın övrətləri içərisində ən çox mülkə sahib olan xanımlardan biri idi. Əhalisi əsasən sənətkarlıq ilə məşğul olan Həsən mahalının Kirki kəndi ona məxsus olmuşdu. Balıq vətəgələrindən də böyük gəlir götürürdü. Məlik qızı və qızı Sara bəyim Rus işğalından sonra Mustafa xan ilə birlikdə sərhəddi keçib İrana getmişdilər. Sonradan xan ilə birlikdə geri qayıtmışdılar. Məlik qızı 1832-ci ildə Peyğəmbər qəbristanlığında dəfn olunmuşdur. Sara bəyim əmisi İsmail bəyin oğlu Əhməd xanla ailə qurmuş, 1862-ci ildə Günbəzlər qəbristanlığında dəfn olunmuşdu. Əhməd xan ilə Sara bəyimin Əziz bəyim və Güllü bəyim adlı iki qızları, Fəti xan adlı oğulları anadan olmuşdur. Fəti xan ağa xanın qızı Hacı Bikə ilə evlənmiş və Əlvənd kəndində yaşamışdılar. Fəti xanın Hacı Bikədən Əhməd xan, Hüseyn Əli xan və Həmid xan adlı oğulları, Sara bəyim adlı qızları dünyaya gəlmişdir. Fəti xanın ailəsinin, övladlarının, doğmalarının, xidmətçilərinin yaşadığı məntəqə Fətixanlı adlandırılmışdır. Sonralar Fətixanlı kəndinin adı dəyişdirilmiş, Köhünlü adlandırılmışdır. Bu kənd hazırda Kürdəmir rayonunun ərazisinə daxildir. Məlik qızının qardaşı Novruz Əli bəy Məlik Mahmud bəy oğlu 19-cu əsrin 20-ci illərində Əlvənd naibi olmuşdu. Ağası xanın oğlu Haşım xan Novruz Əli bəyin qızı Fatma xanımla evlənmişdi. Fatma xanımın anası Hacı xanım da Əlvənd Məliki olmuş Məlik Məhəmmədin qızı idi. Hər iki xanım Haşımxanlı kəndində, Baba Səməd qəbristanlığında dəfn edilmişdir. Haşım xan ilə Mustafa xanın siyasi hadisələrdə fikir ayrılıqları var idi. Haşım xanla da qohum olan Novruzəli bəy, yeznəsi Mustafa xanın və eləcə də xan ilə gedən arvadının doğma qardaşı Abdulla bəyin, Kür çayını Əlvənd kəndindən keçib ölkə xaricinə getmələrinə imkan verməmişdir. Haşım xanın oğlu Əbil bəy də Əlvənd bəylərindən Məhəmməd Əli bəyin qızı Tükəzban xanımla ailə qurub. Tükəzban xanım 1859-cu ildə dünyasını dəyişmiş və Baba Səməd qəbristanlığında dəfn edilmişdir. Əbil bəy ilə Tükəzban xanımın 4 oğlu və 4 qızı dünyaya gəlmişdir. Ağası xanın Hacı xanımdan olan digər qızı Həcər xanım Talış xanı Mir Mustafa xanın oğlu Mir Həsən xan ilə ailə qurub. Talış xanlığı nəsil şəcərələrində Həcər xanımın adı Bikə xanım kimi də göstərilir.